Bəli, Muskovic komandası Goldla qarşılaşır. Təbrizin meydanda olmaması Gold komandasına necə təsir edəcək bilmirəm, amma Komandar hal-hazırda meydandadır. Onun bugün ad günüdür. Komandanın liderlərindən biri. Ona əlbəttə həm meydanda, həm meydandan kənar uğurlar arzu edirik həyatında. Can sağlığı, uzun ömür ilk növbədə. Hər iki komanda isə zədəsiz 50 dəqiqə arzu edirik. Varsa Komandar ilkinlə oynamaq istəyirdi, amma Şamxal sol cinahla irəliyir. Şamxalın ötürməsi, istiqaməti düzgün idi, amma koordinat biraz səhv idi. Ataş Komandarla oynayır, 10 nömrəli oyuncu. Bu oyunun afişası Bundesliga Instagram səhifəmizdə mövcuddur. Əlbəttə Instagram səhifəmizdə oyunun afişasında Komandar və Muskulos komandasının kapitanı İlkin qərarlaşıblar. İlkin bu hal-hazırda isə meydanda öz komandasına yardım edə bilmir. Komandar isə meydandadır. Və Təbrizin yoxluğunda hal-hazırda komandaya başçılıq edən isimlərdən biridir. Komandar sol cinahla oynadı. Samirin zərbəsi isə qeyri-dəqiq olur. Geciktin. Ötürmə Şamxal istiqamətində. Hal-hazırda səhv etmirəmsə artıq İlkin Bundesliga İlkin İsmailov, yəni Maxa ləqəbli İlkin İsmailov hal-hazırda 2-ci divizyon bombardillər siyasına başçılıq edir. Əgər mənə zənnim yanılmırsa, ona kimi isə Şamxal Dovxanov idi. Muskulos komandasının oyuncusu ilk turda rəqibinin qapısına 4 top yönəldə bilmişdir. Məhz ikinciden zərbəni də Şamxal başlayacaq. Ötürmə sağ cinahla. Zərbə indirir. Verdixanov, Hilal Ağsəndə, Ağsu Armi komandalarının eyni komanda sadəcə olaraq fərqli logo, fərqli adlarla mübarizə aparan komandanın əsas üzvlərindən biri olub. Vüqar Verdixanov, İlqar Verdixanovun qardaşı. Hal-hazırda isə Gold komandasının üzvüdür. Ötürmə. Vüsal Əzizov hesabı açır, amma fərqli sistemlə öz qapısına yönəltdi topu. Bundan az öncə baş tutan Bibi Heybət Topçular komandasının oyununda da Cəmil Rəmixanov hesabı məhz bu şəkildə aça bilmişdi. Muskulos 1, hal-hazırda Gold komandası 0. Vüqar Verdixanovun ötürməsi və eyni hal bu dəfə Muskulos komandasının qapısı ağzında yaşandı. Samir topu qapıya yönəldə bilmədi. Kuryoz bir an yaşandı və Vüsal Əzizov Vüqar topu qəbul edir, Komandarla oynadı. Komandarın uzun ötürməsi isə istiqamətə yönəlmədi. Bəli, Mirxan Hümbətov isə hal-hazırda isim hərəkətlərini edir və komandasına yardım etməyə hazırdır. Şamxal sağ cinahla oynamaya çalışır, amma komandanın vitse-kapitanı İlkin müdaxilə edə bilir. Bir dəfə də zərbə, Ataş topu çətinliklə, o sözü deməkdə biraz çətinlik çəkirəm. Çox rahat qəbul etdi. Uzun ötürmə. İlkin başla topu qəbul edir.
Samir 7 nömrəli oyuncu sol cinahla irəliləyir Samir. Zərbə endirdi qapı istiqamətinə. Çox gözəl zərbə idi və Muskuls komandasının əlcək sahibi daha dəqiq oynadı. Lətif komandanın aktiv oyuncularından biri tələsmir. Komandası 1-0 hesabı ilə hal-hazırda irəlidədir. Bəli, xatırlaram, Bundesliga 2-ci divizyon 4-cü sezonun hal-hazırda ikinci turunun 6-cı oyununu izləyirsiniz. Muskuls komandası qırmızı geyimdə mübarizə aparır Gold komandasına qarşı. Hesab isə hal-hazırda Muskuls komandasının xeyrinədir. Yeganə qolu isə Vüsal Əsizov Gold komandasının üzvü öz qapısına yönəldib. Hal-hazırda hesabı bərabərləşdirmək üçün cəhd edir. Kamandar topu qəbul etdi. Bugün ad günüdür. Ötürmə edilir. Divar paslaşması möhtəşəmdir. Ay Şamxal. Turnirdə 5-ci qolunu imza ata bilərdi. Ataş olmasaydı 44 nömrəli qapıçı müdaxilə edə bilir topa. Zərbə endirildi. Çox gözəl zərbə idi. Hətta mənim kameram belə bu gedişatı qeyd edə bilmədi. Vüsal Əzizov. Güzel zərbə kazanır komanda. Ötürmə edilir. İlkin istiqamətinə İlkin. Şamxal sürətlə irəliləyir. Şamxal. Önündə Vüqar Verdixanov var. Şamxal. Yox, Vüqar Verdixanov daha dəqiq oynadı. Ötürmə edildi. İlkin. Əks hücum bu dəfə Muskuls komandasının qapısı altında yaşanır. İlkindən gözəl hərəkətlər amma sürüşdü. Fenomen Ronaldo'nun elastiko hərəkətini etməyə çalışırdı. Qatılıram, topun isə mənə dəyməsi cərimədir. Vüsal Əzizov keçməyə çalışdı. Artıq mübarizə fiziki mübarizəyə çevrilib. Samir zərbə endirdi qapı istiqamətinə, amma dəqiq olmadı. 7 nömrəli oyuncu hal-hazırda Təbriz komandanın ən əsas dispetçerlərindən biri və kapitanı meydanda yoxdur və liderliyi üzərinə məhz bu 3 oyuncu götürür Vüsal Əzizov. Kamandar və Samir, digər oyuncular isə müdafiəçidirlər. Mirxan meydana daxil olur. Mirxan Hümbətov ötən mövsüm göz oxşayan qolları ilə, fiziki gücü ilə yadda qalmışdı Muskuls komandasının heyətində. Fail Liga şirkətlər liqasında isə səhv etmirəmsə 166-nın şərəfini qoruyur. Mirxan sağ cinahla oynadı. Zərbə endirdi qapı istiqamətinə, amma Taş bu dəfə də rahat topu qəbul edə bilir. İlk qolu isə qapısında məhz öz komanda yoldaşının etdiyi səhvdən sonra buraxır. Vüsal Əzizov topu öz qapısına yönəldir. Vüqar Verdixanov ötürməsi mərkəz istiqamətinə olmadı. Şamxal. Mirxanla oynaya bilər. Mirxan sağ cinahla zərbə endirdi, amma öz komanda yoldaşı topun qapıya daxil olmasına mane olur. Kamandar keçməyə çalışdı, amma topun ilk növbədə qəbulu. Top meydandadır. Şamxal sağ cinahla da oynaya bilər. Mirxanla oynadı. Mirxan zərbə endirə bilərmi? Amma cüssəsi biraz ona icazə vermədi sürəti təmzinləmək üçün. Sağ cinahla da oynaya bilərdi. Vüsal topu qəbul edir. Vüsalın zərbəsi qapıcı. Dəf edir. İkinci həmlə bu dəfə də olmadı və Kamandar qapı dili üçürdədir. Qapı diləyi bir dəfə Muskuls komandasının dostudur. Kuryoz an. Qapıcı və qapı dirəkləri daha doğrusu Muskuls komandasını belə desək, qoldan xilas edir. Vüqar Verdixanov İlkin komandanın ən güclü müdafiəçilərindən biri. Əks hücum alınır. Vüsalın ötürməsi komanda istiqamətinə 10 nömrəli oyuncu Şakiri ləqəbli
Ötürmənin Vüsal istiqamətində etdi. Vüsal zərbə endirə bilərmi? Samirin itdi gücdən zərbəsi olmadı. İlk hissənin sonuna isə 15 dəqiqə qalır. Hesabı xatırladan hesab hal-hazırda 1-0 Muskulus komandası. Xeyrinədir komandanın zərbəsi isə dəqiq olmadı. Yenidən gücdən zərbə. Keçid alınacaqmı? Yox. Mirxan topu qəbul edir. İlkin onu buraxmadı və cərimə. Solun zərbəsi isə dəqiq olmadı. Uzun ötürmə. Taş topu qəbul edir. Vüqar Berdixanov özü irəliləyir. Vüqarın ötürməsi keçmədi. Mirxan topu ayağa qoya bilir. Az qalmışdı ki, Muskulus komandası hesabı 2-0 etsin. Vüqar Berdixanov. Vüqarın ötürməsi solcuna ötürməkdir amma biraz yüksəkdən etdi ötürməni. Mirxan topu qəbul edir. Sağ cinahda oyuncu var, elə də etdi. Ötürməni də bilir. Yenidən Mirxan. Əks-hücum Samir. Cərimə. Bəli. Zərbələrin sayısı 2-0 da hal-hazırda. İkinci hissədə, ilk hissədə üzr istəyirəm. Gold komandasının aktivindədir. Komandar isə topun arxasında. Messi və Şakir'nin kolaborasiyası 10 nömrədə. Məhz onu bəzəyən nömrələrdən biri də ad gündür. Bugün belə ad gündə hesabı demişdim. Bugün komandarın ad gündə hesab bərabərləşir. Hesab 1-1. Ad günündə hesabı bərabərləşdirə bildi. Qolunu vura bildi. Elə qolu da özünə əsiridir. 10 nömrəli oyuncu komandar. Cərimə zərbəsindən dünən də Messi məhz cərimə zərbəsini İordanyanın qapısına yönəltdi. 81-ci dəqiqədə bugün isə komandar oyunun 13-cü dəqiqəsində Muskulus komandasının qapısına yönəldə bilir cərimə zərbəsindən sonra topu. Vüsalın zərbəsi Samir mane oldu burada. Nəsə var idi mi deyir? Bəli, cərimələrin sayı artıq 3-2-dir. Mirxanın ötürməsi. Tərlan meydana daxil oldu Samir əvəzinə. Samir qısa müddətinə zədələnib və meydanı tərk etdi. Ümid edirik zədəsi ciddi deyil. Komandar Tərlan geriyə oynamaq məcburiyyətinə qalır. Düzünü də məhz o etdi. Vüqar Berdixanov. İsab Əzizov. Əzizov sol cinahla oynaya bilər. Vüsal zərbə endir. Qapı istiqamətinə toxunuş var idi bəli. Muskulus komandasının qapısından top meydanı tərk etdi. Əks-hücum gücdən zərbə. Vüsalın zərbəsi isə dəqiq olmadı. Lətif meydana daxil olur.
8 nömrəli oyunçunun əvəzinə Musfuluz komandasında. Vurgar, baş qoydu topa. Şamandar özü irəliləyir, ötürməsi səhv idi, amma düzgün istiqamətə yönəlmişdi. Əsas ideyadır, o da Şamandarda alındı. Vorun zərbəsi isə gücdən zərbə. Canlı baxmaq istəyirdim ama canlıda keyfiyyətsiz olur da. Olur, keyfiyyətsiz olur. Mesela canlı olsaydı, mən də razıydım. Canlı maraqlı. Həmən vaxt həmən sahədə baxsan ki. Uzun ötürmə, Şamandar istiqamətə dəqiq olmadı. İlk hissənin sonuna isə 9 dəqiqə qalır. Hesabsa bərabərdir. Lətif topu qəbul etdi. Lətif özü irəliləyir. Ötürmə. Zərbə endirə bilərmi? Yox, ilkin mane oldu. Üçüncü həmlədə isə Mirxan topa toxunmuşdu. Lətif istiqamətinə ötürməni Vüqar Vertuxanov zərərsizləşdirir. Mirxan topu qəbul edir. Zərbə də endirə bilərdi. Mirxan daha doğrusu onun akrobatik zərbələrini də görmüşük. Çox güclü zərbələrə malikdir və onlardan birini etdi. Top isə qapıya yönəlmədi. Siz kimlə oynayırsınız? Black Storm. Ha vaxt oynayırsınız? Bunun bu oyundan sonra oynayırsın. Tərlan az qalmışdı ki, hesab arasındakı fərqi dəyişə bilsin. Hesab bərabərdir hal-hazırda. Top yenidən Mirxandan meydanı tərk etdi. Əks istiqamətdə gücdən zərbə. Mirxan topu qəbul edir. Sol cinahda Şamxal da var. Şamxala ötürməyə keçmədi. Top yenidən Mirxanda qalır. Hal-hazırda fiziki durumu ən güclü olan oyuncu. Söhbət cüssədən gedir. Lətif, Mirxan. Mirxan ötürməsi keçdi. Şamxal oxumadı. Daha doğrusu oxudu, amma topa çata bilmədi. Lətif, Mirxan sağ cinahla oynayır. Mirxan ötürməsi isə dəqiq olmadı. İlk hissənin sonuna isə 6 dəqiq qalır. Bəli, əllə başlamalı idi. Oyunun baş hakimi göstərişlərini verir Gold komandasının əlcək sahibinə. Hazırı Arena Bundesliga hər iki divizyonun keçirildiyi, ona doğma olduğu Yaxsamal Sportster Arenadan bir qədər fərqlənir. Söhbət meydanın ölçüsündən gedir. Hər iki cinahda 1 metr sadəcə olaraq
fərqlənir və bu turnirə qoşulan komandaları biraz qorxutmuşdu. Amma hal-hazırda komandalar daha kompakt oyuna üstünlük verirlər və bu onları qorxutmadı. Daha əksi sevindirdi və komandalar Xəzərin sahilində yerləşən möhtəşəm mənzərəli və möhtəşəm ot örtüyünə malik Xəzri arenada mübarizə aparırlar. Digər komandalara örnek olsun, yay mövsümü hal-hazırda Xəzri arenada baş tutur. Və oyunlar Points-Liga YouTube kanalımız vasitəsilə bir vaxtlar canlı yayımlansa da YouTube platformasında baş verən nasazlıq səbəbilə hal-hazırda oyunlar canlı yox, sonradan YouTube kanalımıza yüklənir. Amma bu daha yaxşıdır. Bir tərəfdən səbəb isə oyunların keyfiyyətidir. Bu arada zərbə və bəli komandanın ötürməsi ad günü olan adamın ötürməsi Təllanın qolu hal-hazırda Gold komandası irəli keçdi. Bəli, Gold komandası ikinci hissədə irəlidədir. Bu arada Lətif topu qəbul edir. Lətif mərkəzlə irəliləyir, zərbə də endirə bilər qapı istiqamətinə, amma 2 nəfərdən ibarət, belə desək, hələ ki canlı sərt sözün əsl mənasında onunla mane oldu. Ötürmək keçir, zərbə də endirilə bilərmi? Yox, Lətif amma topu qəbul edir. Komanda yolaşır oynadı. Təllan ikinci qolun müəllifi müdaxilə edir topa. Ötürmə keçəcəkmi? Yox, Vüsal. Vüsal topu ələ keçirir. Vüsal ötürmə də edə bilər Təllan istiqamətinə. Anlaya bilmədilər bir-birlərini. Kamandar topu qəbul edir. Kamandar özü irəliləyir. Kamandar ilk qolun müəllifi. Öz komandası adına Kamandarın zərbəsi! Gold komandasının həm Messi, həm Şakirisi ad günündə 2 gol vurur, bir də asist edir. Maçın adamı olmağa namizəddir. Bəli, öz nə etdi. Hal-hazırda yanımda Lökbatan qəsəbəsinin ən təcrübəli idman müəllimi Mürşid Qasımzadə də yanımdadır. Bir qədər sonra onun da maçı olacaq. Temp komandasının heyətində Şaiq Bəhramlını kapitanlıq etdi. Temp komandasının heyətində. Vüqar Verdixanov biraz sərt oynayır. Şamxalın isə etirazı var idi bu epizodda. Şamxal çalışdı ama olmadı. Hı? Yasamal da, yasamal. Ne kadar saçır. Ya burada öyrəşəsən. Həvələr biz də ora keçəndə birinci yasamal keçəndə Allah'ım da söyürdük. Ora nədə? Hə, ora nədə? Asfalda zaten oynayırıq axı bütün günü. Asfar alırdı. Burada amortizasiya var ya, onun tabanında əsir. Harada? Asfarda. Amortizasiya var? Biraz rezin kimi. Şeydə yasamalda məsələn ortadır. Ayağı yerə qoyanda sürət zədə. Burada tabanı yapmaqda da bütün tabanın nəzəri incidir. Belə bu dəfə cərimə zərbəsinin arxasında 10 nömrəli oyuncu Lətif var. Muskolos komandasının heyətində məhz o cərimə zərbəsini yerinə yetirdi. Sonunda Vüqar Verdixanov topa toxuna bilir. İlk hissənin sonuna isə səhv edilməz 30 saniyə qalır. Hal-hazırda isə hesab 3-1 Gold komandasının xeyrinədir. Komandarın ad günündə vurduğu 2 gol və 1 asisti Gold komandasını irəli daşıya bildi.
Vüsal mərkəz irəli Musanın ötürməsi keçmədi. Tərlan da meydandadır. Tərlanın zərbəsini isə zərərsizləşdirə bilir. İlk hissə isə belə bu hesabla da bitir. Hal-hazırda 3-1. 3 dəqiqədən sonra geri dönəcək. Bizdən ayrılmayın. Elvar. Hə? İçərsən qardaşım. Sağ ol, brat. Allah razı olsun. Allah razı olsun. Duaçat uşaqlarına eşq. Ben tutarım. Sağ ol, brat. Sən nətərsən, brat? Zətərsən. Sağ ol, brat. Dünən yox idi. Mən də elə bilirəm ki, sən dünən Obzi komandada oynayırsan. Ailəni vurmuşam bir-birinə. Baku Juniorsa elə bilmişəm sık. Bakın Junior da bizim bu. Azerbaycan da bizim. Həri. Gedin değişin. Eğer sözümü sen söyle ben de siz. Kim bu tane? Hə. Sen yo. Uzun bu ak. Bak. Solum. Kaşan oynuyor ama. Bitiriciliği. Bəli, ikinci hissədə ilk cərimə Musuls komandasının aktivinə yazıldı. Hesabsa 3-1-dir. Xatırladım, Kamandar bugün ad günündə həm 2 gol vurdu, həm də 2 asist edib hal-hazırda. Oyunun MVP-si ən yaxşısı hal-hazırda belə gedişat davam edərsə Kamandardır. Təbrizin yoxluğunda, Təbriz məzuniyyətdədir. Ona da buradan salamlar. Sonradan maçı Konusluq YouTube kanalımızda izləyəcək. Minəştat 60 FPS keyfiyyətində top yüksəkdən irəlidə. Tərlan 3-cü qolun müəllifi isə topa toxuna bilmədi. Bugün oynamışsan. Burada 5 şansa durdun geldin. Yaxşı elə, buradan burasan. Ben de inşallah. Vüsal topu qəbul edə bilir. Vüsal ikinci həmlə olacaqmı? Samir Mirxanla mübarizədə məğlub ayrılır. Mirxanın qapıya zərbəsi! Demişdim ilk hissədə ultra güclü zərbələrə malikdir Mirxan Hümbətov. Komandanın ən cüssəli və fiziki durumu ən güclü oyuncusu. Hesab artıq dəyişir. 3-2 hələ də Gold komandası xeyrinədir. Mirxan ötürmə edir. Yuqarıda Edxanov topu düzgün qəbul etdi. Vüsal oynayır. Vüsalın zərbəsi və bəli Vüsal sərfini kompensasiya etdi, düzəldə bildi. Mirxanın hesabı dəyişməsindən sonra yenidən öz komandasının xeyrinə 2 top fərqi ilə artıra bilir. Yaxşı gəlmirsən. Bura bir dənə Mirxan yaz. Hardasan sən? Mən səni bunu niyə götürmürsən? Doğrudan. Qarayevdəydim. Nəyinə WhatsApp-la yazırsan? Adi ilə. Ay o WhatsApp-la. Ha, Qarayevdə. Nə yazır? Mirxan yaz ora. O birisində də Vüsal yazarsın. Ora Musulsa Mirxan yaz. Qarayevdəydim, qardaşlar yana. Bura nə yazır? Vüsal Sən dünən mənə yazmışsan, mən səhər oxumuşam. Bəli, hesab artıq yenidən Gold komandasının xeyrinədir. O, 3 məzəməsin. Mənədir. Süzmüşsən. Qaqa su içirsiniz. Mirxanın zərbəsi bu dəfə də olsa da güclü olmadı. Vüsal topu ələ keçirir. Tərlanın zərbəsi olmadı. Axırda oynadı. Tapdıq Qaradağda restoranda yaxşı oynayır. Tapdıqdan söhbət getmişkən bugün saat 22:00-da Qaradağla oynayacaq. Tapdıq Məmmədovun Gold Army komandası liqada bu arada Şampalın sürətli hücumu olmadı. Çox sürətli oyuncudur Şampal Dolxanov. Dolxanovdur yoxsa mən səhv edərəm müdürlü sayısın mən. Baxırdın. Sabaha gəldim. Sonra gəldim. Mən sağlam Yerləmin. Axır yerlədim. Saat əziyyət çəksən. Sağ ol abi.
sən istəmirsən onu. Mən yenə el vurub nəşarət edirəm. Ay o əziyyət çəkmə, onu tutamıram valla, onu tutamıram. Arada bir. İyi oldu gedəm. Nə yoldan çıxartmadım. Canan gibi əkid. Sən tam ağzı. Mirxan özü irəlir, Mirxan ötürməsini etməyə çalışdı, amma soluxaydı məncə sol cinaha yönəlsəydi səmərəli ola bilərdi. Hücumu Lətifdən gözəl hərəkətlər, Mirxan sol cinahda Şamxalla oynayır, Şamxal yenidən Mirxana ötürmə etməyə çalışdı, amma 5 nömrəli oyuncu Vüqar Berdixanov topu ayağa qoya bilir, ikincidən zərbə. Lətifin zərbəsi qapı istiqamətlə, amma olmadı. Hamı sən deyil. Mən deyil. Şardır. Bu o deyil. O deyil, başqasıdır. Amma mən deyil. Mənim də elə qolum var. Qolun var, niyə paylaşmaz? Sonra da topa qoymuşum. Sürmədəli, pressing tətbiq edildi. Mirxandan əks hücum. Vüqar Berdixanov ötürmə etməsə də təki təhlükə sovuşsun stilində futbol oynuyor və açı bu işə yarayır. İkin ötürmə etdi, amma səhv istiqamətdə. Şamxal geriyə oynadı. Bir də baxdı sanki belə zahirində. Pivavadı zat tutmalı. 2 dənə moment ol. Oradan zat atır gətir. Mirxan mərkəzdə oynaya bilir. Ötürmə edildi Şamxal istiqamətdən. Şamxal topu qəbul edir. Ötürmə də etdi. Mirxan topu qəbul etsə də, qapıya yönəltsə də qolla nəticələnmədi. Vüsalın ötürməsi isə sərt idi. Uzun ötürmə. Olmalı. Ötürmə edildi yenidən. Ataş topu qəbul edə bilir. Xatadan az öncə bitən bir qeybət. Burada Terlanın başla zərbəsi dəqiq olmadı. Lətif çox rahat keçir Vüsalı. Lətif mərkəzə irəliyir. Lətif zərbə edilir və hesab 4-3. Hələ qol komandası xeynədir. Lətif Muskos komandasında hesabı bir top fərqinə indirə bilir. Komandar meydana daxil olur. Komandar topu qəbul edir. Komandar özü irəliləməyə çalışır. Cərimə. Komandar ilk hissədə məhz zərbəsindən ikinci qolu Muskos komandasının qapısına vura bilir. Yenidən ad günündə xetrik edə biləcəkmi? Ceydan Şakiri və Lionel Messi kolaborasiyasına bənzəyən oyuncu. Bu da zərbə indirdi. Bu dəfə də təhlükəli idi, amma Muskos komandasının qapıçısı hər şey görürdü. Uzun ötürmə, Mirxan qəbul edə biləcəkmi? Yox. İkinci həmlə, Şamxal başla topu. Mirxan topu qəbul edir, Mirxan ötürmə də edə bilər. Şamxal topa çatmadı. Komandar ötürməsini etməyə çalışdı. Araya girən Lətif idi, Şamxal topu qəbul edir. Sol cinahla Lətiflə oynadı. Üçüncü qolun müəllifi də öz komandası adına. Lətif çox texnikal oyuncudur. Lətif bədənlə topu yönəldirdi və cərimə. Bəli, bu dəfə isə
Gec verdi deyəndə cərimə deyil. Yox. Şey deyil, bu səsə verir. Sağ ol. Dayanamadı. Sən çıqqa gəlsin. Narkomanlar kimi. Lətif və Mirxan topun arxasında ehtimal edirəm ki, Mirxan topa zərbə vuracaq. Elə də olur amma dəqiq olmadı. İkinci qolun müəllifi öz komandası adına. Bədən hərəkəti ilə allada bilir oyunçunu. Lətif yuqarı keçməyə çalışdı. Gücdən zərbədirmi? Yox. Qapı xəttindən. Mirxan topu meydanına çıxardır. Tuttu bir biberi. Məncə onlar daşa çempiondular. O topsuzlar deyirəm, oynaya bilirlər. Belə 15 dəqiqə dözdülər, sonra tappadar atdılar. Lətif ötürməyə də bilər Şamxal istiqamətinə, amma Vüqar Verdixanov hələ ki səhvsiz oynayır. Hesab isə 4-3 Gold komandasının xeyri nədir? Mən sən deyim, hala vurursan vur, bir bebət çempiondur. Özü anlayırlar bilirlər. Pastayan oyunlar bilirlər. Biz onları udacaq. Oy, bu gol deyil, bu deyil. Sayılmır əlbəttə. Heç kimə toxunmadan qapıya yönəldi. Ataş belə desək, formal olaraq qol vurur. Amma əlbəttə qaydalara görə kiməsə toxunmalıydı top. Sonradan qapıya daxil olmalıydı. Şamxal topu ələ gətirir. Mirxanov zərbəsi isə Ruslar demişkən şəstü Gold komandasının qapısına düşmədi. Samir sol cinahda da oyuncu var. Vüsal zərbə endirə bilərmi? Yox, bəli. Tam dəqiq. Var yoxdur. Var yox. Var yoxdur brat, var yoxdur. Sonradan yüklənir oyunlar. Boyda buzun. Yox, içəridə bilmirəm, o hakim bilər. Mən bilən içəridə deyil. Hə, düppədüz o, içəridə deyil. Yox, düppədüz. Ramin əjdahadır, Ramin. Amma müəllim maşallah yapır. Özü oynadı. Özü müəllim kimi aparır. Düppədüz. Yox. Əjda o görür, oyuna fikir verir. Oturub burada söhbət edir. Vinimatin şeydə benim hər şey Usta demişəm, vinimatin olmaq lazımdır. Kamandarsan. Saçlara deyil. Vüsal birbaşa qapıya yönəldə bilər. İkinci həmlə Vüsal sağ cinahla oynadı. Bu dəfə də yox. Bu dəfə isə artıq top meydanı tərk etmişdi. O yüzdən cərimə sayılmır. Yox, bu sadəcə toqquşma idi. Əlbəttə bu cərimə deyil. Artıq ötürməni etmişdi Vüsal. Top ayağından çıxmışdı. Əzizovun. Ha? Mən də şalvar geyim. Bura bir dənə pif var. Gəl.
komanda sürətli irəliyir. Toxunuş var idi topa. Muskulos komandasının oyuncusundan. Cərimə, bəli. Ramin görürdü hər şeyi. Salon. Zərbəsi ikinci əmli olacaqmı? Yox. Birbaşa topu qəbul edə bilir əlcək sahibi. Neçədir bu? Kim? Oy, oy, oy. Nə deyirdim əlindən burada? Başına bu. Deyirəm, yaxşı ki, var yoxdur. 2 dəqiqədən bir oyun 1 saat 30 dəqiqə gedirdi. Normal. Mirxan topun arxasında. Mirxan Lətiflə oynuyor. Zəhbə dendirildi, amma dəqiq olmadı. Bu oyundan dərhal sonra isə Tem komandası Black Storm'la qarşılaşacaq 20-ci sahə Putaka qəsəbəsinə qarşı. Uzun ötürmə. Samir topu qəbul edir. Samir'in zərbəsi isə topçu qəbul edə bilir topu. Alındı. Samir'də ikinci əmlə isə olmadı. Şamxal çata bilir topa. Vüsal ötürməsi etməyə çalışdı. Mirxan top meydandadır. Meydan tərk etməyib. İki gücdə divar paslaşması etməyə çalışdı. Muskulos komandasının üzvləri hal-hazırda hesabda geridədir komanda. Lətif ikinci həmlədə. Lətifin zərbəsi isə yüksəkdən. Bəli, komandanın kapitanı İlkin artıq nəhayət ki özünü çatdıra bilir. Komandanın kapitanı Pointsliga Instagram səhifəmizdə də məhz Muskulos komandasının bu arada bu oyunun afişasında iki isim Kamandar və İlkin var idi. Kamandardan fərqli olaraq İlkin özünü oyuna geç çatdırdı və Kamandar hal-hazırda 2 gol və 1 asistlə MVP ünvanına sahibdir. Çox sərt oynadılar. Vüqar Berdixanov biraz sərt oyuncudur. Amma qaydalar çərçivəsində əlbəttə ki. Oyunun sonuna isə 7 dəqiqə qalır. Tərlan. Lətifin zərbəsi isə Ataş. Beşini koyuyor. Lətif mərkəz irəliləyir, topu itirməməlidir, əks hücum üçün şərait yaratmamalıdır, amma Kamandar topu alır. Tərlan, ikinci qolun müəllifidir, Tərlan zərbə indir qapıya, top elə Lətifdən meydanı tərk etdi. Berdixanov isə topu qapıya yönəldə bilmədi. Şamxal. Lətif.
Rüstəm İlkin. Lətiflə oynadı. Lətif mərkəz xəttini keçməyə çalışır. İkinci həmlə bu dəfə də Verdixanov topu qəbul edir. Çox rahat, çox professional qəbul etdi. Zərbə də indirdi qapı istiqamətində, amma İlkin topu ayağa qoya bilir. Lətif. Hesabı xatadan hesab hal-hazırda 4-3. Gold komandasının xeyrinədir. İlk hissədə isə 3-1 hesabı ilə qalib gəlmişdi. Gold komandası ikinci hissədə isə həm uzun ötürmə, Çamandar qəbul edib, başla zərbə indirməyə çalışdı, amma olmadı. Uzun ötürmə, İlkin toxuna bilir. Lətif istiqamətinə yönəldilən topu zərərsizləşdirə bildi. Şomxol zərbə indirə bilmədi. Top Mirxanda qalır. Mirxan ikinci həmlə olmadı. Yenidən Muskuls komandasının hücum həmləsi artıq mərkəz xəttini qapçı belə keçib. İlkin. Mirxan ötürməsi. Müsal. Çamandar ötürməsidir Tərlan istiqamətinə. Tərlan qapısını keçməyə çalışır. Yox, bəli, itələmə var idi. Явно, да, на счете. Arxana saxla, arxana. Sol topun arxasındadır. Zərbə indirəcək, olmadı. Mirxan topu ələ keçirə bilərdi. Topun canlı saatda dəyəcəyini inanmadı özü də. Lətif uzun oynamağa çalışır, elə də etdi. Başla zərbə, Mirxana top çatmır. Sol Çamandarla oynayır. Çamandar sol cənahla irəliləyir. Sağ cənahla üzr istəyirəm. Ötürmədə etdi. Üstə istiqamətinə Tərlan topu qəbul edir. Tərlan zərbə indirəcəkmi? Yox, artıq ikinci həmlə bu dəfə də olmadı. Lətiflə oynayır Mirxan. Lətif mərkəz çatını keçir. Zərbə də indirə bilərdi. İkinci həmlə olmadı. Hakim! Hakim! Qəşəng qışqırdı. Bəli, cərimə zərbəsini Mirxan yerinə yetirəcək. Zərbə indir qapı istiqamətinə. Uzun ötürmə. Vüqar Verdixanov. Oy oy. Çamandar qapı boşdur. Xəttirik edə bilmədi Çamandar. Bugün ad günüdür və 2 gol 1 asistlə hələ ki MVP ünvanına sahib yeganə oyuncudur. Mirxan topunla zərbə indirdi. Təkidi daha doğrusu Lətif. Lətifin zərbəsi isə qapıya düşmədi.
Atadan bu oyuna dərhal sonra Temp komandası Blackstormla 20-ci sahə və Puta qəsəbəsinin qarşı durmasını izləyəcəyik. Oyun Polisliqa YouTube kanalımızla canlı yayımlanmayacaq. Səbəb YouTube platformasında olan qeyri-stabillikdir. Oyun sonradan Minaştat 60 FPS keyfiyyətində YouTube kanalımıza yüklənəcək. Abunə olun, bildiriş və like butonunu aktiv etməyi unutmayaq. Və oyun belə də bitdi. Hesab 4-3. Gold komandası xeyrinə hər iki o komandaya möhtəşəm oyuna görə təşəkkürlər. Görüşənədək.